Get-gedə dünyadakı proseslər görürsünüz necə şəffaflaşıb, amma hələ də bəzisi çaşqınlıqdadır. Baxıram, elə yazırlar, o qan içən terrorçuları təmizə çıxardırlar. Yəni, anlamaq çətindir, yox, xəstədir, anlamaq istəmir. Düşüncəsi azad deyil, düşüncəsi əsirdir. Bəziləri doğrudan anlamır, vallah, inşallah, ümid edirik ki, bir gün anlayacaqlar. Narahat olmayın o adamlar üçün. Amma bəziləri xəstədir, anlamaq istəmir. Mən elə adamlar görmüşəm, danışırsan, bax, məsələn, sual verir. Özüm hiss edirəm də danışırım. Fikri başqa yerdədir. Sən danışırsan, cavablandırırsan, sözü bitirməmişdir. Bəs filan şey necə? Sonra sən danışsan, yenə fikri gedir. Bu adam istəmir təslim olsun. Nəsə maniyə var içəridə. Güya bu azad düşüncəli adamdır, tez qane olmur. Xəstə adamdır, bəziləri. Hansı xəstəliklər səbəb olur? İnsan dindən uzaq olsun, din tanınsa belə. Vaxtımız az qalır. Mən bir neçəsinə işarə eləmək istəyirəm. Qorxuram ki, çox vaxt uzalım, çalışaram, yığacam danışım son hissəsini. İcazə verirsiniz, Kərbəla hadisəsi əsasında danışım bu sualın cavabını. Nəyə görə bu Məhərrəm ayı deyil, amma Kərbəla hadisəsinə müraciət eləmək üçün lazım deyil Məhərrəm olsun, Aşura olsun. Yaxşı olardı ki, bu sözü Aşura günü danışaq, məsələn. Mövzu gələrdi, Aşura günü bu sözün üstünə düşərdi, lap yerinə düşmüş olardı. Niyə görə mən Kərbəla hadisəsi əsasında danışıram? Dinsizliyə səbəb olan şəxsi keyfiyyətlər. Ne üçün? Çünki Kərbəla dinin ən gözəl şəkildə zuhur elədiyi yerdir. Orada da bəhanə qalmamışdır ki, bilmir, anlamır. Bilirsiniz? Orada din bütün gözəlliyi ilə zuhur elədi. Odur ki, kənarda qalanlar artıq da onların hamısı qınanmalıdır. Çünki rəzil insanlar idi və qınanır da. Hədislərdə də var ki, Allah deyir, hamını bağışlayaram bunlardan başqa. Və tarixdə bir yerdir ki, din tam gözəlliyi ilə zuhur eləyib. Onlar qəbul eləməyənlərdən nə var idi ki, bugün də elə insanlar var ki, mən axı, bilirsiniz, çox obyektiv danışdım da, dindən uzaq olanların bir çoxuna mən bəraət verirəm bugün. Bəraət verirəm, haqlıdırlar dinə gəlmirlər, haqq verirəm. Yaxşı adamdılar dinə gəlmirlər, çünki hələ din tanınmayıb. Onlar pis şeyi görür və özünə sığışdırmır və mən haqq verirəm ona, bir din xadimi olaraq, rahat haqq verirəm o insanlara. Amma elə hamı belədir, yox. Bəzi insanlar var ki, xeyri yoxdur, din necə var, elə də görünsə qəbul eləməyəcək. Kərbəla o məqam idi ki, orada qınanmalıydılar. Çünki din ən parlaq gözəlliyi ilə, bütün gözəlliyi ilə zuhur elədi. İmam Hüseyin əleyhissalam İmam Hüseynin düşmənlərinin timsalında dinsizlərin şəxsi keyfiyyətlərini tanıyaq. O adamlar ki, dinə gəlmir, hansı səbəbdən gəlmir? Yadınızdadır, mən keçən dəfə dedim ki, İmam Hüseynin aşurası İmam Hüseyni və haqqı tanıtdırmaqdan daha çox haqqın düşmənlərini tanıtdırmaq üçün idi. İmam Hüseyni imamları tanımaq üçün vacib deyil, hər biri bir dənə Kərbəla yaratsın, onları qətlə yetirib, tikə-tikə doğrasınlar ki, biz imamları tanıyaq. İmamları tanımaq o qədər də çətin məsələ deyil. İmam Hüseynin Kərbəlası daha çox müxalif cəbhəni tanıtdırmaq üçün idi.